Hər vaxtınız xeyirli olsun. Dəyərindən ən az 20.000 manat ucuzuna təklif olunan, maya dəyərinə satılan belə bir əla 5 otaqlı, Kupçalı dövlət ipotekasına yararlı belə bir villa çəkib sizlərə göstərim. Əla ölçüləri var. Tam fərqli proyektlə, əla təmirlə inşa olunub. Tikintisi barədə məlumat verəcəm. Deməli 60'ın 60'a karkaz beton üzərində inşa olunub. Bax, kürsünün yekununda beton kəmər atılıb. Mərtəbə arası monolit betondur. İkinci mərtəbənin yekununda beton kəmər atılıb və yalnız kolonlar vasitəsilə inşa olunub. Yalnız cüt kubikdən istifadə olunub. Evdə deməli drenaj sisteminə kimi çəkilib. Təcili satılmalıdır dəyərli dostlar. Ona görə maya dəyərinə qoyulub. Dəyərindən qeyd etdiyim kimi minimum 20.000 azayın ucuzuna təklif olunur. Bax belə Tarsovka müsəyə vasitəsilə işlənib fasadı. Giriş qapısı belədir. Sot yarımda inşa olunub. Hardasa 160-170 kvadrat metrlik tikili sahəyə malikdir. Evin gecə görüntüsü, xüsusi gözəlliyi var. Hündür zürzəm üzərində inşa olunub. Bax, bu hissəyə 2 maşın daxil ola bilər dəyərli dostlar. Bu hissədə də kifayət qədər yer qalır. Zirzəmisində də rahatlıqla hərəkət etmək mümkündür. Deməli, masajın girişinə çox yaxın bir məsafədə yerləşir. Bakı-Sumqayıt yolunun paralelindədir. Mətənətanın yaxınlığında dəyərli dostlar. Evin açarı məndədir. İstənilən vaxt gəlib baxa bilərsiniz. Bax, tavan hündürlüyü hardasa 1.60-1.70 olar dəyərli dostlar. Hərəkət etmək rahatlıqla mümkündür. Burada əlavə avadanlıqlar var ki, onlar çıxarılacaq. Kombi aparatı burada quraşdırılacaq. Evin arxa tərəfinə də keçid etmək mümkündür, hörmətli dostlar. 4 tərəfdən su bağlı formadadır. Adicə bax, fikir verin. Deməli, damın suları belə 75'lik turbo ilə çəkilib. Məlumatları verdim. Paket Kupçalı dövlət ipotekasına yararlı evdir. İndi keçə evin daxilinə tanış edeyim sizi. Çox əla qiymətdən 159.000 manatdan təklif olunur, hörmətli dostlar. 20.000 manat endirim olunub. Təcili satılmalıdır. 179.000 manatla çıxdı satışa. Bir daha qeyd edirəm, təcili satılmalıdır deyim, maya dəyərinə qoyulub, hörmətli dostlar. İkinci mərtəbəyə qalxan pilləkən alt hissəsi boşdur, mətbəx, yataq otağı və zal hissəsi, o cümlədən sanitar qovşaq. Bax, hardasa 25 kvadrat metrli bir ölçüyə sahib burada. Deməli, zal hissə mövcuddur. Bu gördükləriniz divar kağızlardır, hörmətli dostlar. Burada suvenirlər, çöngələr nəzərdə tutulub, geniş vitraj pəncərələr qoyulub. Otaqlarda isitmə, deməli, İstili batareykalar radiator vasitəsilə həyata keçiriləcək. Mətbəx və sanuzellərdə isə isti döşəmədir. Hələ sağ hissəylə davam edib burada yerləşir böyük bir sanitar qovşaq. Duş kabinə üçün də yer ayrılıb. Əlavə olaraq burada belə bir yataq otağı yerləşir, hörmətli dostlar. Bütün pəncərələrin deməli günəş işığı rahat şəkildə bütün pəncərələrdən daxil ola bilir. Və bayaq qeyd etdiyim kimi arxa tərəfinə də keçid etmək mümkündür. Burası isə evin mətbəx sahəsidir. Bakı-Sumqayıt yoluna paralelində masajın girişində qapısının ağzına kimi asfalt yoldur. Geniş, əla bir ərazidir. Geniş məhəllənin kənarıdır. Hündür tərəfdədir, hörmətli dostlar. Nəmişlikdə, rütubətdə qətiyyən problem olmayan bir ərazidir. Yaxınlığında məktəbi, bağçası, yaşayış obyektləri hər biri yerləşməkdədir. Piyada məsafəsində tam stor, A+ market, daha sonra Kırdalan 3 nömrəli məktəb hər biri piyada məsafədədir. İkinci mərtəbədə proyekt bu qaydadadır. Bax, dəhlizdən paylanır, solda yerləşir belə bir yataq otağı, ümumi 5 otaqdan ibarətdir, hörmətli dostlar. Bax, bu gördüyünüz maşınların hərəkət etdiyi yer Bakı-Sumqayıt yoludur. Burada belə bir yataq otağı, burada növbəti belə bir yataq otağı. 2 ədəd pəncərə qoyulub, həm hava, həm günəş işığı rahat şəkildə evə düşsün deyə. O hissədə dolaq üçün yerlər nəzərdə tutulub, çox səliqəli təmir olunub, zövqlə. Belə təmirli evlərə nadir hallarda rast gəlmək olur. Elə solla davam edək, solda burada daha bir belə böyük yataq otağı yerləşməkdədir. 2 balkonlu evdir. Bax, bu qarşıda gördüyünüz bina var, hörmətli dostlar. Bax, bu bina A+ marketin yanıdır, yanında tam stor var. Burada belə bir otaq, buradan eyvan sahasına çıxış var. Hər otağa kondisioner və TV xətti çəkilib. 2 ədəd eyvan sahası var, qeyd etdiyim kimi. Biri buradandır. Digər hissəni də sizlərə göstərəcəm. Ümumi deməli eyvan sahası da mövcuddur. Bura ikinci mərtəbənin sanitar qovşağıdır. Burada istipolla təchiz olunub. Son olaraq da burada yerləşir deməli ikinci eyvan sahəsi. Bax, burada Kırdalan 3 nömrəli məktəb yerləşir, hörmətli dostlar. Masajın girişinə çox yaxın, maya dəyərinə 159.000 manata satılır. Tikintisinə isə istənilən alıcı mühəndisinin ustasına gəlib nəzarət baxış keçirə bilər. Mən dediklərimə başımdan cavab deyəm, siz də hər tərəfli olaraq yoxlatdıra bilərsiniz. Əlaqə saxlamağı unutmayın, sağ olun, hələlik.